Salam əziz yoldaşlar. Bu klipdə Yunanın tarix yazanlarına və fəlsəfələrinə görə bir neçə mətləbə işarə edirik. Fəlsəfələrə görə kəpşini oxuyarsınız, amma tarix yazanlara görə mən ərz edeyim ki, İran və Yunan və məntəqə tarixindən Herodot və Nosələrin və o dövrəyə nisbət verilən tarix yazanları həsr edəsək, nə İran tarixi qalar və nə Yunan tarixi və nə məntəqə tarixi. Əvvəldə biz hər kitab tarixə nisbət verilsə və ya şeir kitabına nisbət verilsə, 5 dənə sual soruşacaq. Əvvəl bu ki, hansı zamanda yazılıb? İkinci bu ki, bu hansı xəttinlə, dillə yazılıb? Üçüncü bu ki, nə mənənin üstündə yazılıb? Dördüncü bu ki, hansı əbzarla yazılıb? Və beşinci, aya bu kitabın orijinalından bir səfər görsədə bilərlər. Bu orijinal və əsli kitab olmasa, bu indiki çapı kitabları ki, tarix basanlar geçmişə nisbət verirlər, hardan kop eləyiblər? Bir misal vıraq. Herodotdan bir papirus görsədirlər və Herodota nisbət verirlər. Xoş, bir səhifə 11 səd papirusdan nəzün neçə cild kitab ki, hər cild hududən 500 səhifə olar, istixrac ediblər. Tarix basanlar Herodotu o zamana nisbət verirlər ki, papirus əslən o məntəqədə raiz deyilmiş. Amma Herodotun təvəhhümat kitabında yazılıb ki, qovmi bir istilah Yunani yazmağa dəridən, ya təxtədən, daşdan, yazırdan bəhrə aparırmışlar. Xoş, əgər Herodotun və ona çaxanların yazanları ki, neçə cildə qeydir yazıları, əgər kətibələri zığdan olsaydı, gəh neçə ambar bu kətibələrdən olaydı. Yox, əgər daşdan olsaydı, gəh neçə dağlar tapılar ki, Herodot və Nosələri çəkişkələmirən düşüb onun canına. Əgər təxtə üstə olsa, gəh neçə cəngəlləri doğrayıb və onun üstündə yazaydılar. Və əgər dəri üstündə olsaydı, gərək neçə tirerilər dəri olaydı ki, deyək bu ağalar bunun üstün yazır. Amma hər halda heç saat bu ağalardan əldə yox. Həm tarix yazanlardan, həm filsuflarından. Əflatun, Suqrat, Buqrat və Ərəstu və ayrıları ki, bunlardan fəqət bir ad vardı. Və bunlara nə mənə nisbət verilir? Hamısı qarın 19-da, yəni 1800 ilə 1900 miladın arasında yaradıblar. Hər kimin iddiası var bu təxəyyülü və təvəhhümü fəlsəfələr və tarix yazanlara bizim suallarımıza məntiqi cavab versinlər. O cavabları ki, özlərinə versələr, o cavabları qəbul edirlər. Və bunlardan bizə bir sənət göstərsinlər.